İzahlı test 32. hissə 5-ci sinif ingilis dili. 7-ci sual. Choose the sentence with a modal verb. Modal fe'l olan cümləni seçin. Modal fe'lləri biz tanıyırıq. Can modal fe'li var. Bacarmaq, bilmək mənasını verir. Must modal fe'li var. Malı, məli mənasını verir. Məcburiyyət bildirir. May modal fe'li var. Olarmı, bilərəmmi mənasını verir. A bəndində sing an English song. Burada modal fe'li yoxdur. B bəndində I can sing a beautiful song. Burada modal fe'li var. Can modal fe'li bacarmaq mənasını verir. I can sing a beautiful song. Mən gözəl mahnı oxumağı bacarıram. C bəndində the sun is shining. Modal fe'li yoxdur. D bəndində the weather is windy. Burada da modal fe'li yoxdur. B bəndi doğru cavabdır. 8-ci sual. Choose the correct question. Düzgün sual cümlələrini seçin. Do you have strong winds in winter? Burada bu cümlə doğrudur. 2. What you see in the sky? Olmalıydı ki what do you see in the sky? 2. Səhvdir. 3-cü cümlə is Kate playing the violin? 3 düzdür. 4. Is there a photo on the table? Bu da düzdür. 9-cu sual. Choose the correct variant. There is tipli cümlədir. There are a lot of fog in the mountains. Fog sözü sayıla bilməyən isimdir. A lot of isə həm sayıla bilən, həm də sayıla bilməyən isimlərlə işlənir. Bir də there is a lot of fog in the mountains. Dağlarda çox duman var. Zera işlənməz, çünki sayıla bilməyən isimdir. Zera və keçmiş zamanda was və yaxud və işlənir. Və işlənir cəm isimlərlə, was işlənir tək isimlərlə. 3 olmaz. 4. There was a lot of fog in the mountains. Dağlarda çox duman var idi. 1 ilə 4 doğrudur, 2 ilə 3 səhvdir. 10-cu sualın cavabını videonun aşağısında şərhlərdə yazarsınız. Videonu bəyənib abunə olmağı unutmayın.